Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri. Bu günləri sizlərə çox gözəl təmiri olan 4 otaqlı bir mənzil təqdim edəcəm. Mənzilimiz yerləşir Yeni Yasamalda Vital Klinikasının yaxınlığında 12 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 7-ci mərtəbəsində yerləşməkdədir. 135 kvadrat ümumi sahəsi var mənzilin. Burada giriş qapımız yerləşir. Giriş qapıdan daxil olduqda sağ tərəfdə 4 qapılı belə bir qardirob mebeli yığılmış şəkildədir. Üzbəyüzdə güzgülü açarlıqdan istifadə olunub. Dəhliz hissəni görürsünüz. Dəhliz sanitar qovşaqlar və mətbəx hissənin döşəməsi qranit mərmər və isti döşəmədən ibarətdir. Bütün otaqların giriş qapısı dəhliz hissəyə açılmaqdadır. İlk öncə qonaq otağını sizlərə göstərim. Burada mənzilin qonaq otağı yerləşir, görürsünüz. Kifayət qədər genişdir qonaq otağımız. Gün düşən işıqlı bir mənzildir. Həmçinin qonaq otağımıza da gün düşməkdədir. 308 nömrəli məktəbin yaxınlığında yerləşir mənzilimiz. 12 mərtəbəli binanın 7-ci mərtəbəsindədir. Burada bu tərəfdən də göstərim sizlərə qonaq otağını. Temizdə quraşdırılıb. Döşəmə keyfiyyətli bambuq parketdir. Yerdən qaydırıq dəhliz hissəyə. Burada sağ tərəfdə hamam tualet hissəsi yerləşir, ayrı-ayrılıqdadır. Burada mətbəx və burada isə yataq otaqları yerləşməkdədir. İlk öncə mətbəxi göstərim sizlərə, əziz izləyicilərimiz. Görürsünüz, mətbəx mebelimizdə tavana qədər yığılmış şəkildədir. Mətbəxdən mənzilin birinci eyvanına keçid də mümkündür. Onu sizə göstərim, vitraj pəncərə ilə təchiz olunub. Mətbəx mebelini görürsünüz, bu formadadır. Döşəmə isti döşəmədir. Mənzildə ümumi olaraq 2 eyvan mövcuddur. Burada mənzilin hamam otağı yerləşir və lazım olan bütün aksesuarlarla təmin olunub. Burada isə tualet hissəsi yerləşir. Burada həmçinin aksesuarlar quraşdırılmış şəkildədir. Keçək yataq otaqlarını sizlərə göstərim. Burada mənzilin birinci yataq otağı yerləşir. Görürsünüz, bu formadadır və oradan da ikinci eyvana keçmək mümkündür. Bu eyvanı sizlərə göstərim. Görürsünüz, əzizləyicilər. Kifayət qədər genişdir bu yataq otağımızda. Buradan daxil olaq digər yataq otağına. Görürsünüz, bu formadadır bu yataq otağımızda. Burada isə 3-cü yataq otağı, ümumilikdə isə mənzilin 4-cü otağı yerləşməkdədir. Burada kifayət qədər genişdir, rahatdır. Rahatlıqla mebellərinizi, əşyalarınızı bura yerləşdirə bilərsiniz. Mənzil haqqında bir məlumat verim. Mənzilimiz yerləşir Yeni Yasamalda Vital Klinikasının və 308 nömrəli məktəbin yaxınlığında 12 mərtəbəli yeni tikili binanın 7-ci mərtəbəsində 4 otaqlı 135 kvadrat ümumi sahədən ibarətdir. Sənədlər tam qaydasındadır, kupça mövcuddur, əldədir. Onu da qeyd edeyim, əzizləyicilər, mənzilimiz qanuni 3 otaqdan 4 otağa ideal şəkildə bölünüb. Qanuni 4 otaqdan seçilmir, bütün otaqlara birinci işıqla pəncərə düşməkdədir. Mənzilin qiyməti 298 min manat. Start qiymətdir, real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaq. Açarlar bizdədir, günün istənilən vaxtı baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.